Salam dəyərli dostlar, dəyərli izləyicilər, hamınızı xoş gördük. Bu günlər Binə qəsəbəsində sizlərə bax kamerası olan, gizli kamerası olan, qazı, suyu, işığı, hər bir şəraiti olan mükəmməl bir həyət evimizi tanış eləməyə gəldik. Evimiz navesli evdir, gördüyünüz kimi həyətində oturmaq üçün qəşəng yeri var. Hal-hazırda şəxsi yaşayışlı evdir. Ev tam əşyalı da satılır, əşyasız da satılır dəyərli dostlarım. Evimizin tam əşyalı qiyməti 73.000 Azərbaycan manatınadır. Əşyasız qiyməti 68.000 manatınadır. Qoxuna mebeli və bəzi əşyalar, yüngülvari əşyalar qalmaq şərti ilə dəyərli dostlarım. İnşallah tam ətraflı məlumat verəcəm. Sona qədər izləyib kanalımızı bəyənməyi, abunə olmağı və zil düyməsinə toxunaraq bildirişləri açmağı da unutmayın. Bu arada sizlərə ətraflı məlumat verəcəm. Evimizin gördüyünüz kimi həyətində qəşəng bax belə gülü ağacı var, panorama pəncərələri var, qəşəng navesti var, oturub istirahət eləmək üçün yeri var. Pəncərələri çöldən içəri görsənməyəndir, içərdən çöl görsənən pəncərələrdir. Həyətdə də gizli kamera gördüyünüz kimi var. Həyətində bax belə bir əkinləri var, bibar var, bax burada gördüyünüz kimi pomidorlarımız var dəyərli dostlarım. Ev çox səliqəli evdir və geniş bir evdir. 120 kvadratdan ibarətdir, 4 otaqlıdır, koridor sistemlidir. Qaz, işıq, su hamısı daimidir. Dəyərli dostlar, gördüyünüz kimi burada oturmaq üçün yerimiz mövcuddur. Ev çox səliqəlidir. Podvalına qədər sizlərə ətraflı göstərirəm, tam baxasınız. Genişdir, bütün otaqların hamısının altına yeri var. Keçmək üçün qoşa daşdır. Buradan da görsənir dəyərli dostlarım, pəncərələrdən də görsənir. Ev mükəmməldir. Bax, bütünlüyümüz tam adrenli şəkildədir. Kombimiz tam adrenli şəkildədir. Evimizin manqalı var. Evimizin çöl bax burada gördüyünüz kimi krantı mövcuddur. Daim olaraq su 7-24 suyu var. Dəmir reşotkalarla pəncərələri hamısı reşotkalanıbdır və evimizin sərin belə navesli yeri var. Tam da gecə işıqlı olur. Həyətinə 2 dənə rahat maşın daxil olunur. Oturmaq üçün yeri var. 60 nəfərlik bura yer tutur. Yəni xeyir iş üçün hər bir şeye yararlıdır dəyərli dostlarım. Üzürü sayın. Evimizin bütün novları hamısı atılıbdır gördüyünüz kimi və evimizin daxil oluram evin içinə. Ev koridor sistemlidir. Əşyalardan 68.000'e nələr qalacaq onu deyəcəm və 73.000'e də full əşyalı nə görürsünüzsə evdə hər şey qalır dəyərli dostlar, dəyərli izləyicilər. Ev gördüyünüz kimi bax koridordur. Geniş iri mətbəximiz var. Yəni bax burada gördüyünüz kimi mətbəx çox genişdir, işıqlarını da yandırım. Tam ətraflı görünsün. 68.000'də qoxuna mebeli qalır. Qalan elektronikalar götürülür, yəni əşyalar götürülür. Amma 73.000'də nə görürsünüzsə, təkrar edirəm, hər bir şey içində qalır. Heç nə götürülmür, bir dənə qab, qaşıq və yorğan döşəkdən başqa. Deməli, dostlar, bu evimizin mətbəxidir. Gördüyünüz kimi, bəzi evlərin elə zalı bu boydadır. Həqiqətən də çox geniş, iri bir mətbəxdir xanımlarımız üçün. Bu da çox əlverişlidir ki, istənilən şəkildə ürəkləri istənilən formada, yəni burada bişir düşür eləyə bilərlər. Hətta mətbəx nə qədər genişdir ki, 2 dənə xaldenlikdən belə bura yerləşdirilibdir. Giriş belə bir dolaplıq var, gördüyünüz kimi. O da koridorun genişliyini göstərir. Evimizin qonaq otağına girirəm. Bura evimizin zalıdır dostlar, gördüyünüz kimi. Çox gözəl və möhtəşəm bir zalı var. Səliqəli, iri, panorama pəncərələri var, gördüyünüz kimi. Burada internet xəttini görürsünüz. 2 dənə internet xətti var. Ülvi Şadlıq Sarayı 218 nömrəli məktəbə yaxındır. Market, mağazin, hər bir şərait evin yaxınlığında yerləşir. Evimiz çox səliqəli evdir, geniş evdir. Kondisionerinə qədər gördüyünüz kimi 73.000 içində hər şey qalır, yəni götürülməyəcək. Evimizin burada digər bir otağımız var, gördüyünüz kimi. Çox səliqəli bir otaqdır. Pəncərələr hamısı öz həyətinə baxır. Qeyri bir pəncərənin üzərisinə və yaxud da kimisə həyətinə baxan bir pəncərəsi yoxdur. Digər otağımıza girirəm. Dostlar, geniş və sərin, çox sərin bir otaqdır bu otaq. Gördüyünüz kimi ətraflı sizlərə çəkirəm, göstərirəm ki, tam məlumatınız olsun. Geniş, iri bir otaqdır. Səliqəlidir, havalı otaqdır və digər otağımıza da girək, göstərək.
Burada belə bir otaqdır dəyərli dostlarım, hal-hazırda istifadə olunur. Gördüyünüz kimi hər bir şey tam qaydasında və geniş otaqlardır. Real alıcılar buyursunlar. Ayşə xanımın əlaqə nömrəsi 055 570 96 40. Mənim əlaqə nömrəm 051 558 08 28. WhatsApp'ımız da aktivdir. Gəlməmişdən öncə videonu bizə paylaşmağınız tövsiyə olunur ki, hansı evdən bəhs olunduğunu bilək. Hal-hazırda sizə çəkdiyim bu ev çox təcili əl yandımda satıldığı üçün belə bir ucuz qiymətə qoyulubdur. Sənədləri qaydasındadır dəyərli dostlarım. İcra Hakimiyyətinin fərdi yaşayış üçün verilən çıxarış sərəncamıdır. Və əlavə olaraq da dəyərli dostlarım, onu da bildirim ki, əkin sənəti deyil, biçin sənəti deyil. Çox adamlar bilmirlər. Yəni bu evin sənəti sərəncam gedir əslində. Yəni daimi sənətdir. Fərdi yaşayış üçün verilən sərəncamdır. Əkin 99 illik deyil. Yəni onu bildirmək istəyirəm. Əlavə olaraq vişqadır, qaz xəttidir, neft ərazisinə düşən bir ərazi deyil. Nəmişlik bir yer deyil. Çox səliqəlidir. Gələndə özünüz istəyirsiniz vəkillə gəlin. Yəni fərqi yoxdur bizim üçün. Lab istəyirsiniz usta ilə gəlin. Necə gəlirsinizsə gəlin. İnşallah biz bu evi onsuz çəkməmişdən əvvəl ətraflı baxış keçirtmişik. Sizlərə də tövsiyə edirəm ki, behinizi cibinizə qoyun, gəlin. Bax, setkalığına qədər dostlar görürsünüz var. Yəni şəxsidir. Gəlin inşallah bu ev olsun sizin. Allah alanın da, satanın da xeyrini versin. Şübhəsiz ki, siz də kanalımıza bəyənsəniz, abunə olsanız, zil düyməsine toxunaraq bildirişləri açsanız biz də sevinərik. Değerli dostlar, değerli izləyicilər, geniş səhifəmiz var. YouTube kanalında Sultan Ofis'te yazaraq bizim geniş səhifəmizdən də bu evi tam izləyə bilərsiniz. Tam geniş şəkildə orada belə deyək, məzəli çəkilişlərimiz olur. Ayşə xanımla birlikdə. Değerli dostlar, buyurun, inşallah sizlərin yolunuzu gözləyirik.